Salam əziz müəllimlər, hər vaxtınız xeyirli olsun, hər birinizi xoş gördük. Mən Gülnarə Mürsalova, FES Akademinin kurikulum müəllimi. Dəyərli müəllimlər, bildiyiniz kimi hər həftə artıq kurikulumdan sizə qəbul tipli sınavlar təqdim olunacaq. Siz bu sınavlara baxmaqla həm sertifikasiya, həm də MİQ imtahanına daha yaxşı formada hazırlaşa bilərsiniz. Yəni sınavlar bir növ bizim çətinliyimizin harda olmasını üzə çıxardan bir vasitədir. Gəlin vaxt itirmədən başlayaq sualların izahına. Siz yaşadığınız ərazinin ekoloji problemlərini araşdırın, suallar hazırlayın, sakinlərlə müsahibə aparın və nəticələri təqdim edin. Problemin həlli üçün yollar təklif edin. Verilmiş situasiya hansı iş üsuluna aiddir? Baxın müəllimlər, ekoloji problemləri araşdırın, suallar hazırlayın, sakinlərlə müsahibə aparın və nəticələri təqdim edin. 3 sualdan söhbət getsəydi, qızıl dairə də götürə bilərdik. Və yaxud da yaşadığınız ərazidə ekoloji problemlər nədən ibarətdir sualı verilsəydi, təkcə beyin həmləsini götürərdim. Amma burada sualların hazırlanması gördüyünüz kimi bu layihə tipli bir situasiyadır. Layihə tipli situasiyalarımız hansı iş üsuluna aid olur? 4M1 KH. İkinci suala baxaq. Qiymətləndirmə öyrənmə prosesinin ayrılmaz hissəsidir və tədris prosesində daim istifadə olunur. Bu fikrə uyğun gələn variantı müəyyən edin. Yəni bizdən budur qəbula düşmüş sualdır. Bizdən nəyi tələb edir müəllimlər? Verilən situasiya hansı qiymətləndirməyə aiddir? Qiymətləndirmə öyrənmə prosesinin ayrılmaz hissəsidir və daim istifadə olunan hansı qiymətləndirmədir? Formativ qiymətləndirmə. Deməli, biz variantlarda formativ axtarmalıyıq. İlin əvvəlində şagirdin bilik və bacarıq səviyyəsinin mövcud durumunu müəyyən edir. Bu diaqnostik qiymətləndirmədir. Şagirdin alt standartın tələbinə nə qədər effektiv çatdığını ölçən qiymətləndirmə summativ qiymətləndirmədir. Şagirdin il ərzindəki nailiyyətlərinin illik təlim nəticələri ilə nə dərəcədə uyğunlaşdığını ölçən qiymətləndirmədir. Bu da bir növ BSG-yə aiddir. İlin müəyyən vaxtında ayrı-ayrı fənlər üzrə keçirilən monitorinq ümumiyyətlə məktəbdaxili qiymətləndirmə deyil. Deməli, burada olacaq Y variantı. Fəaliyyət zamanı şagirdin qarşısına çıxan çətinlikləri tapıb, çətinliklərin həllində ona yardım edib, hədəfə çatmasını təmin edən qiymətləndirmə formativ qiymətləndirmədir. Baxın, məktəbdaxili qiymətləndirmənin 3 növü var. Formativ, summativ, diaqnostik qiymətləndirmə. Diaqnostik ilkin qiymətləndirmədir. Summativ qiymətləndirmə şagirdin alt standartın tələbinə nə qədər çatdığını ölçən qiymətləndirmədir. Formativ isə hər gün aparılan, şagirdi təlim məqsədinə çatdıran, onun güclü və zəif tərəflərini müəyyən edən, təlim məqsədinə şagirdi çatdıran, şagirdə istiqamət verən, şagirdlə əks əlaqə qurmağa şərait yaradan, olduğu yerdən olmaq istədiyi yerə şagirdi çatdıran qiymətləndirmə formativ qiymətləndirmədir. Davam edirəm. Müəllim dərs zamanı şagirdlərdən qruplarla işləmələrini və digər qruplara şifahi rəy vermələrini istəyir. Lakin bir şagird rəy verərkən yoldaşını sərt şəkildə tənqid edir və bu şagirdin emosional durumuna mənfi təsir edir. Bu vəziyyətdə müəllimin peşəkar yanaşması necə olmalıdır? Şagirdin verdiyi rəyin düzgünlüyünə əsas götürərək vəziyyətə qarışmamalıdır. Vəziyyətə qarışmamaq, bax burada axı emosional durumuna mənfi təsir edir. Yəni psixoloji sarsıntı keçirdirsə, mənim bu cavabım səhvdir. Müəllim qısa fasilə verərək siniflə birlikdə konstruktiv rəy vermə və hörmətli ünsiyyət barədə müzakirə apara bilər. Bax, burada qısa fasilə dediyinə görə mən bunu doğru götürürəm. Amma yenə də bütün variantlara baxın müəllimlər. Tənqid edən şagirdə müəllim öz iradını bildirir və üzr istəməsini tələb edir, şərait yaradır. Əslində burada bunun başqa cür versiyanı versəydi situasiyanı, mən C-ni doğru götürərdim. Məsələn, deyə bilərdi ki, müəllim şagirdə tənqidi təfəkkürü, empatiyanı formalaşdırır və elədiyi hərəkətə görə öz sinif yoldaşından üzr istəməyi təşkil edə bilər, təşviq edə bilər. Bu başqa məsələ. Amma sırf irad bildirir və arxasıca da üzr istəməyi bildirir. Bu doğru addım deyil. Şagirdin tənqidi fikirlərini qəbul edir və növbəti qrup işində üslubuna diqqət etməsi üçün göstəriş verir. Burada şagird tənqid etmir, sərt şəkildə tənqid etmək tənqid deyil. Tənqidi düşüncədə insan elə mühakimə yürütməlidir ki, o qarşındakı insana pis təsir etməməlidir sənin mühakimən. Tədrisi dayandırmadan hadisəni səssiz izləyir, daha sonra ümumi söhbət aparır. Bu da doğru deyil, çünki burada dəstəkləyici mühitin pozulmasını biz görürük. Keçirik 4-cü suala.
Müəllim dərs prosesini planlaşdırmaq üçün yeni dərs bölməsinə keçməzdən əvvəl sinifə bölmə ərzində keçəcəyi mövzularla bağlı şagirdlərin səviyyələrini yoxlamaq üçün test və şifahi sual-cavab təşkil edir. Məqsədi bu bölməyə dair şagirdlərin hansı səviyyədə olduğunu müəyyən etməkdir. Baxın, bizdən qiymətləndirməni istəyir yenə. Əgər mən bir bölməyə keçməzdən öncə qiymətləndirmə prosesi aparıramsa, bu diaqnostik qiymətləndirmədir. Və elə diaqnostik qiymətləndirmə bizim C variantımızda öz əksini tapır. Yəni, hətta diaqnostik qiymətləndirmə elə bir qiymətləndirmədir ki, biz onun əsasında illik planımızı dəyişə bilirik, hardan başlayaq, necə başlayaq sualına cavab tapa bilirik. Davam edək. Təsəvvür edin ki, siz bir şirkət rəhbərisiniz. Satışınızı artırmaq üçün və bazarda mövqeyinizi gücləndirmək istəyirsiniz. Buna görə də təkliflər irəli sürün. Təbii ki, bu beyin həmləsinə aid olacaq. Kreativ ideyaların bir yerə toplanması və bölüşdürülməsi beyin həmləsinə aiddir. Beyin həmləsinin açar sözü nə idi? Şagirddə özgüvən formalaşdırırdı. Çünki burada müəllim bütün uşaqların təklif irəli sürməsinə şərait yaradırdı. Davam edirəm. Şagirdlər müxtəlif materialların istiliyi necə ötürdüyünü araşdırır, müşahidələr aparır və səmərəli izolyasiya üçün layihə hazırlayıb təqdim edirlər. Yəni, burada artıq baxın, səmərəli izolyasiya üçün layihə hazırlayır, ona görə də yaratmaq mərhələsinə aiddir. D variantı. Şagird iki fərqli musiqi əsərini dinləyir. Onların melodik quruluşu və ifa texnikasını müqayisə edir. Hansı musiqidə emosional təsirin daha güclü olduğunu əsaslandırır. Baxın, müəllimlər, iki fərqli musiqi səsinə qulaq asdı və onlardan birini götürdü. Onlardan birini seçim etmək o deməkdir ki, sən daha düzgün, daha sistemli şəkildə məsələni analiz edəcəksən və təhlil edəcəksən. C variantı. Gündəlik planlamaya dair aşağıda verilmiş fikirlərdən hansı yanlışdır? Gündəlik plan şagirdlərin yaş və inkişaf səviyyəsinə uyğun təlim metodları və qiymətləndirmə formalarını əhatə etməlidir. Düzdür, gündəlik planda diferensiallıq nəzərə alınmalıdır. Müəllim gündəlik planlamanı əvvəlcə yazılı şəkildə hazırlasa da, dərs zamanı onun məzmununda dəyişiklik etmək olmaz. Bircə bunu deyə bilərəm ki, yəni düzdür, yazılı şəkildə hazırlayır, amma müəllim edə bilər. Yəni, gündəlik planlamada çevik dəyişikliklər mümkündür. Ona görə burada səhv variant B variantıdır. Amma digər variantlar, məsələn, effektiv planlama, məqsəd, fəaliyyət arasında uyğunluğu təmin edir, doğrudur. Bax, elə D variantında özü deyir, müəllim çevik qərar verə bilər. Gündəlik planlama şagirdlərin təlim nəticələrini proqnozlaşdırmaq və onlara uyğunlaşdırılmış resursları seçmək üçün əsasdır. Bu da doğrudur. Bir məktəbdə tədris keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı tədqiqat gedir. Müəllimlərə verilən təlimatlar və resurslar artırılır. Amma bununla paralel olaraq şagirdlərin dərslərə daha çox cəlb edilməsi, valideynlərin dəstəyi və məktəbin sosial mühiti də nəticələrə təsir göstərir. Verilmiş mühakimə hansı düşüncəyə uyğundur? Baxın, dəyərli müəllimlər, bax, burada bizə düşünmə formalarını verir. Məsələn, biz artıq bilirik ki, sistemli düşünmə, məsələni təhlil etmək, analiz etmək, ümumi bir baxışdır. Analoji düşünmək iki məsələni, iki əşyanı eyni situasiyada müqayisə etməkdir və s. Ardıcıl düşünmək bir işin alqoritmidir, bir işin ardıcıllıqla həyata keçirilməsidir. İnduktiv odur ki, nümunələrə baxırsan, qaydalar çıxardırsan. Deduktiv də odur ki, artıq qaydanı bilirsən və ona uyğun nümunə gətirə bilirsən. Biz indi burada nə gördük? Alqoritm gördükmü? Qaydalara baxıb nəticə çıxartmaq mı gördük? Müqayisə mi gördük? Xeyr, müəllimlər. Burada biz tədrisin keyfiyyəti ilə bağlı bir tədqiqatın aparıldığını gördük və əldə edilən nəticələrə baxıldı. Müəyyən, belə deyək, nəyisə izah etməyi biz burada gördük. Yəni, bu sistemli düşünməyə aiddir. Sonuncu sualımıza baxaq. Müəllim müasir texnologiyalardan istifadə edərək şagirdlərə ətraf mühitin qorunmasının vacibliyini öyrətmək istəyir. Həmçinin şagirdlərin şəxsi təşəbbüsləri və ətraf mühitə faydalı layihələr təşkil etməyi planlaşdırır. Hansı təfəkkürü inkişaf edəcək? Təbii ki, müəllim şagirddə ətraf mühitə faydalı layihələr təşkil edirsə, bu yaradıcı təfəkkürə aid olacaq.
Belə dəyərli müəllimlər, videoları izləməyi və paylaşmağı, bəyənməyi, gözəl rəylərinizi yazmağı unutmayın. Sizin rəyləriniz, bəyənmələriniz bizə daha çox motivasiya verir və daha çox sizin üçün ödəniksiz sınaqlar təşkil edə bilərik. Sağ olun, növbəti sınaqlarda görüşərik.